Burada nə deyirik? Deyirik ki, əgər sən hər hansı bir bu klassda, yəni userlə bağlı nəsə iş görəcəksənsə, o userlə bağlı görəcəyin işi user service implementasiya, user service 1, 2, 3, 4 birbaşa klass tipi ilə təyin etmək yerinə dependency injection sənə nə deyir? Deyir bunun tipini bir dənə interfeysə çıxart, ən sadə dildə desək. Asıllıqları interfeys üzərindən qur. Yəni user service interfeysi üzərindən qur. Zaten userə aid olan servislər user servicedən implementasiya edildiyinə görə user servisin bütün xüsusiyyətlərini daşıya biləcək. Doğrudurmu? Onda biz nə edirik? Sabahları bura ikinci userlə bağlı bir xidmət qoyanda, servis qoyanda, çünki bizim bütün biznes məntiqi yazılır servislərin içində. Okey. Servislərin içində bu biznes məntiqi yazılan nə olur? Çox böyük olur. Bəzən userlə bağlı o qədər böyük iş olur. İndi siz təkcə user olaraq baxmayın da, produktla bağlı ola bilər. Nə bilim, ambarla bağlı ola bilər, chatla bağlı ola bilər. Yəni bu geniş bir anlayışdır da. Siz onun hamısını 600, 500, nə bilim, 1000, 1200 sətirli bir dənə faylda yazmaq yerinə deyir ki, Java deyir ki, sən bunları kiçik-kiçik alt fayllara bölə bilərsən və mənə deyəcəksən ki, bu interfeys tipindəndir. Sonra verdiyim metoda uyğun olaraq mən gedəcəm onu axtaracam, həmin o metodu axtaracam. Tapacam ki, bax burada bir dənə buranın içini açın, zəhmət olmasa. User service implementasiyanın içini aç. Yox, implementasiyanın içini aç. Aynen. Nədir? Deyirsən burada deyir, zaten mənə annotationla bildirmisən ki, mən bir servisəm. Tamam mı? Deyir sənin verdiyin tipə görə, bax burada verdiyin tipə görə mən gedəcəm servislərin içindən, yəni bu annotationla mənə verdiyin servislərin içindən uyğun tipə belə deyim də ekvivalent gələn metodu tapacağam. Sənə geriyə onun gətirdiyi cavabı belə deyim də verəcəm. Aydındır? Yəni Spring deməyə Java ümumiyyətlə bunu sənə deyir. Yəni parçala, idarə et prinsipidir də burada. Hamısını bir yerə yazıb böyük-böyük fayllar düzəltmək yerinə deyir nə? Bir dənə ortaq klass düzəlt. Sabahları bunun genişlənə bilirliyini təmin elə. Userlə bağlı başqa servis olarsa, qoy onun altına sadəcə tipin bununla təyin elə. Mən deyir onu götürüb tanıyacağam. Aydındır? Yəni burada başqa klassda olsa yenə user service çağıracağıq biz. Yox, başqa klass nə ilə bağlı klass? Məsəl üçün user service implementasiya olmasın, başqa bir implementasiya olsun, amma yenə Yox, də user implementasiya service deməyək. Baxın, birinə deyə user update, birinə deyə user create. İki dənə servisim olsun fərz edək. User update və user create. Hər ikisi userlə bağlıdır da, düzdür? Hər ikisi user interfeysinin Bəli. altında işləməlidir, doğrudur? Aha. Nə edirik? Gedirik bunların hər ikisini çağırmaq üçün, gedirik onları təyin edən asıllıq var. Ha. Hardadır o asıllıq? Bir dənə kontrollerin içinə get. Hadi. O asılılığı biz nə bilim update user create üzərindən qurmaqdansa birbaşa user servicedən quraram və rahat formada gəlib idarə eləyərəm də onu. Aydınmı? Yəni içəriyə ötürüləndə deyirəm ki, sənə bəlli bir qəlibə ötürəcəm. Sən o Hmm, qəlibin xüsusiyyətlərinə uyğun olaraq metodları içindən çağırıb işlədəcəksən. Aydındır? bəli. Yəni mən bir dənə də klass düzəldib implementasiya edə bilərəm də user service-dən. Əlbəttə. Yəni orada da artıq Əlbəttə. user service-i Zaten çağırıb və rahat istifadə edirik. məqsəd odur da Tamam. zaten. Hı -hı, başa Dependency düşdüm. injection'ı rahatlıqla həyata keçirtmək üçün. Dependency injection da özü bir design pattern modelidir. Aydın? Başqa sual olan var? Evet. Məndə xeyr. Okey, sual yoxdursa gəlin belə eləyək, mən paylaşım. İnşallah ki. Stop edeyim. Ve son olan Hə? abstrakt klaslar ve metotlar şimdi interface klaslar öyle değil. Yo. İnterfeyslərin içində klasa qaydalar veririk biz sadəcə. Abstrakt Müəyyən klasslarda qaydaları ben orada əlavə olaraq extend də eləyə bilir. Biri implementasiya olunur, biri extend olunur. Birinin içində əlavə metodlar olur və metodların gövdəsi olur, varislik verə bilir. Biri isə sadəcə neyini bəlli bir qaydalar qoyur. Biri həm qayda qoyur, varislik verir. Biri isə neyini bəlli bir qaydalar qoyur. Aydınmı? evet. İndi neyniyək?
Deməli, mənim hal-hazırda göstərəcəyim sizə, deməli, marker interfeyslər var. Marker interfeyslər nə üçündür? Niyə istifadə olunur? Baxın, məşhur intervyu sualıdır. Marker interfeyslər nədir? Ümumiyyətlə niyə istifadə olunur? Nə üçün istifadə olunur? Əslində biz marker interfeysləri işlətmişik. Deyə bilərsiniz, hansı marker interfeysləri işlətmişik biz? Məlumatınız Function interface deyilmə. necə? Function interface içində yalnız bir metod olabilir. Function interface yox, başqadır. Function interface əlavədir. Marker interface məsəl üçün serializasiya eləyərkən biz obyektləri serializasiya olması üçün bir interface işlətdik də. Nə idi adı? Serializable. Baxın, o əslində bir marker interfeysdir. Marker interfeysin əsas məqsədi budur. İçində bu heç bir belə deyim də xüsusi bir abstraksiya saxlamır öz içində. İçərisi boş olan interfeysə deyilir. Məqsədi nədir bunun? JVM-ə, yəni Java virtual maşına bəlli bir ipucu verməkdir ki, tutaq ki, məsəl üçün bu serializasiya oluna biləndirmi? Bu klon oluna biləndirmi? Yəni marker interfeysin əsas məqsədi budur. Aydındırmı? Və əsasən necə istifadə olunur? Məsəl üçün mən bir dənə gəlin marker interfeys təyin edək. Fərz edək ki, mən harda işləyirəm? Bir proqram yazmışam. Proqram printer üzərində işlər görəcək. Dokumentim gələcək. Götürəcəm o dokumenti print edəcəm. Okeymi? Bunun üçün nə edirəm? Bir dənə interfeys yazıram. Public. Bu arada bu normalda ayrılmalıdır, ayrı paketin içinə qoyulmalıdır. Bunu da deyim sizə. Dərsdə rahat olsun, gözümüzün qabağında olsun deyə mən buraya yazıram ha. Aydındırmı? İnterfeys yaradıram. Nə deyirəm? Bu arada hazır marker interfeyslər də var. Bayaq dediyimiz kimi clonable, serializable və s. İndi onlar haqqında da qısa adlarını deyəcəm. İnternetə də yazıb çoxdur da bunların siyahısı tapa bilərsiniz. Məqsəd dediyimiz kimi sadəcə nədir? Müəyyən bundan implementasiya olunan klassın müəyyən bir kateqoriyaya və yaxud da müəyyən bir xüsusiyyətlərə aid olmasını göstərmək üçündür. Yəni bir növ metadatalar ötürmək üçün istifadə olunur. Yəni qarşı tərəfə metadata, qarşı tərəf dediyimiz şey kompiliatorda JVM. JVM-ə metadatalar, yəni informasiya xarakterli məlumatlar ötürmək üçün istifadə olunur. Məsəl üçün mən printerlə dedim işləyəcəm. Printerlə işləmək üçün yazıram bura, tutaq ki, print deyə bir interfeys olsun. Bu arada böyük hərflə olsa daha yaxşı olar. Print elədim bunu. Gövdəsinə heç bir şey yazmıram. Okeymi? Çünki bunun mənim məqsədim sadəcə bir tipə aid olmasını təyin etməkdir də. İşte belə eləyək bu. Deyir ki, bir dənə public yalnız bir dəfə ola bilər. Okeymi? Ona görədir bu şey. Print elədim, saxladım burada. İndi nə edirəm? Gəlirəm bura, bir dənə əlavə olaraq sinif təyin etmişəm. Main-i buradan silirəm. İndi nə edirəm? Keçirəm bir dənə buradan dokument tipində bir class təyin edirəm. Burada eləyək class document olsun. İmplementasiya eləyirəm. Hardan? Printdən. Okeymi? Sonra nə edirəm? Növbəti etaba keçərək artıq bunu eləməliyəm ki, mənim print olunan dokumentasiyamın əsasən nə olur? İki kontenti olur da. Daha doğrusu kontenti olur. Bir də ki, onu print eləyəcək bir metod olur da. Mən indi kontenti saxlamaq üçün bu arada dokumentlərlə işləyərkən sənəd dövriyyəsində və s. da dokumentin kontentini əksər halda private informasiya şəklində saxlayırıq. Bunda not edeyim bir qırağa. Niyə private? Bu situasiya məsələlərində düşə bilər. Bu arada intervyularda sizə situasiya məsələləri verə bilərlər. Məsəl üçün, belə bir problemin içindəsən, necə həll edə bilərsən? Aydındırmı? Situasiya məsələlərində adətən sizin məntiqi yanaşmağınız yoxlanılır. Amma texniki məsələlərdə sizin texniki yanaşmağınız yoxlanılır. Yəni bu sintaksi bilirsizmi, bu texnologiyanı bilirsizmi, yoxsa yox? Amma situasiya məsələsi əgər yazılsa, dokument yazılsa nə edirik? Private eləyirik. Private eləyəndən sonra nə deyirik? Kontent saxlayacağı üçün text qoyaq adına. Kontent saxlayacağı üçün bir informasiya text qoyuram string tipində. Sonra burada nə edirəm? Doc'ın public doc tipində doc olur bir dənə burada.
bu konstruktoridir. Çünki mən bir dokumentasiya yaradacamsa nə olmalıdır? Avtomatik olaraq onu create eləməyim lazımdır. İndi birazdan mainin içində göndərəcəm. Bu arada dokumentasiya dediyimiz şey məsələyə bu cür baxın. Burada fərz eləyək bir endpoint var. Bu endpointa sorğu gələndə gedib bazadan informasiyalar çəkilib qoyulur dokument klassının içinə. Dokument klassı da nə edir? Avtomatik olaraq dokument klassından sonra da nə olur? Göndərilir, belə deyim də printerə də. Aydındırmı? Əsas işi budur. Deməli, dokument adlı bir konstruktor yazdıq və bunun içərisinə də string tipində tutaq ki, text gəlsin. Textdə də burada yazırıq ki, this.text bərabərdir text. Okey. Yerləşdirdikdən sonra indi bu arada növbəti situasiya məsələsi. Baxın, əgər siz dokument yaradılandan sonra dokumentin kontentini dəyişməyə icazə vermirsə, yəni private-dırsa, bu məcbur deyil. Baxın, bu soruşulur təzə başlayan şəxslərdən. Private bir dəyişən təyin etmirsən, dəyişənin bu cürdür. Bu dəyişənin setter və getterin qoyulması məcburdurmu? Xeyr. Əgər read-only-dirsə, yəni yalnız read-only nədir? Yalnız oxuna bilən informasiyadırsa, bir datadırsa, siz ona seti qoymağa məcbur deyilsiniz. Aydındırmı? Hətta seti ora qoymağınız təhlükəsizlik baxımından düzgün deyil. Aydındırmı? Okey. Ona görə nə edirəm? Mənim də bu dokumentimin kontenti read-only olacaq. Yəni dokument bazadan çəkiləndən sonra dəyişdirilə bilməz. Yəni baxın, fərz eləyək ki, bir kontrakt imzalayırıq. Mən müştərimlə, sifarişçimlə bir kontrakt imzalayıram. Okey. Burada da məlumatlarım var. Yəni bu qədər ödəniş eləyəcəksən, bu qədər xidmət verəcəm, bu qədər vaxtda bitəcək. Dokumentim burdadır. Okey. Bunu database-dən oxudum. Hibernate-lə oxudum database-dən. Gətirdim, yazdım bu PDF-in içinə. PDF-in içinə yazandan sonra bu PDF-in mən sonradan içindəki informasiyanı override eləmək imkanım olmalıdırmı, yoxsa yox? Baxın, birinci sual budur. Ki, əlbəttə ki, xeyr. Ona görə də mən nə edirəm? Bu kontenti tekstin içində saxladığıma görə bunun içinə yazılacaq kontent read-only tipindədir. Read-only olduğuna görə nə edirəm? Mən bunu artıq seti qoymayacağam. Bu özü bir situasiya məsələsidir. Okeymi? Gəlir nə edirəm? Çöldən əl çatan olması üçün public, indi bu çöldən deyirəm, ola bilər ki, bunu biz protected də qoya bilərik. Aydınmı? Nə edirəm? String bu olsun get content. Get text. Bu formada olsun. Content'i götürmək üçündür. Return eləyək buradan. Nəyi? This nöqtə text. Əslində birbaşa text də desək kifayətdir. Çünki nə gərək var bu forma. Tamam. Okey. Bu bizim dokumentasiyamız. Bu da bizim functional, daha doğrusu marker interfeysimiz. İndi gəlin belə edək. Biz bu marker interfeysi təyin etdikdən sonra, indi bir dənə də bu bizim printimizdir, düzdürmü? İndi bir dənə də informasiyanı printerə göndərəcək, yəni həmin bu dokumentasiya print eləyəcək, yəni o əməliyyatı aparacaq bir dənə metod yazırıq içəridə. Bunu adətən elə birbaşa belə deyim də gəlirik, fərz eləyək ki, bizim enter pointimiz maindir, main metodudur. Main metodunun içərisində bir metod yazacağam. Daha doğrusu main deməyəm, main klassının içində bir metod yazacağam. O metodun içində gəlib çağıracağam. Gəlirəm nə edirəm? Public bu statik ola bilər. Çünki nəyə görə? Yuxarıdakı statikdir. Gəlin onu da qoyaq. Statik əslində public static print qoyaq. Normalda sistem out print line var idi. Tamam, print qoydum. Bunun tipini niyə qoymadıq? Void. Public static void print. Sonra nə edirik? Keçdik bunun içərisinə. Baxın, functional marker interfeysin avantajı. Bunun içərisinə, bu print metodunun içərisinə bir dənə obyekt tipində bir dəyər gələcək. Bu arada obyekt Java-nın ən təməl klasslarından biridir. Əsas məqsədi nədir? Tiplərindən deyək də, klass demək. Ən təməl tiplərindən biridir. Əsas məqsədi budur. İstənilən bir klass tipi və yaxud da istənilən bir tipdəki informasiyanı qəbul edir. Bu qədər bəsit. Okeymi? Burada niyə bunu biz printi niyə obyekt tipində qoyuruq? Onu gəlin deyək. Bunun kimi açıqlamasını verə bilər. Printi niyə mən doc tipində qoymadım, obyekt tipində qoydum? Və yaxud da printi print tipində qoymadım, obyekt tipində qoydum. Səbəbin kim deyə bilər?
Yəni bunun içində Müəllim, siz başqa print tip olunacaq da qoymayıbsınız. nədir? Niyə Yəni var? siz daxil etdiyiniz datada tip var da, yəni o sadəcə OBJ. metoddur. OBJ tipində qoydum. OBJ tipi. OBJ-ni daha doğrusu obyekt tipində qoydum da. Niyə bunu mən obyekt tipində qoydum? Bütün sinifləri, bütün hamısını dəstələsin yəni. Bax, sabah bura PDF gələ bilər, sabah bura JPEG gələ bilər, sabah bura Word gələ bilər, XML gələ bilər, JSON gələ bilər. Görürsüz? Yəni çoxdur da bura gələcək data. Yəni printerə gedəcək datalar çoxdur. Aydındırmı? Printerə gedəcək datalar çox olması nə edir öz növbəsində mənə belə bir şey verir də, necə deyim? Belə deyim də, məni məcbur edir ki, get bu formada yanaş da məsələyə. Aydındırmı? Okay? Yəni obyekt qoy ki, hansı tipdən gəlirsə, ya da ki mən nə etməliyəm? Bir dənə əlavə bir əlavə bunların universallaşdıran bir tip yaratmalıyam. Amma PDF-i mən götürəcəm Java-nın hansısa paketindən. Word-ü götürəcəm Java-nın hansısa bir paketindən. Bunları özündə cəmləyən bir klassım yoxdur. Bu bütün Java klasslarını, ona görə bütün Java klasslarını özündə cəmləyən obyekt olduğuna görə mən bunu obyekt tipində edirəm. Obyekt tipində edəndən sonra bura sadəcə belə bir şey edirəm. Yazıram if əgər gələn element, yəni mənə gələn obyekt, yəni içəriyə gələn content, yəni OBJ, burada baxın, biz bunun instansını yoxlayırıq. İnstans nədir? Yəni hardan varis aldığını, bu obyektin hardan varis aldığını yoxlayırıq. Əgər dokumentdən varis alıbsa və yaxud da printerdən varis alıbsa, o bizə bunu qaytaracaq. Nə deyirəm? Deyirəm ki, instance of, yəni deyirəm, əgər bunun necə deyim, instansı printerdən, yəni print interfeysindəndirsə, bax sırf bunun üçün istifadə olunur ha, yəni sırf bunun üçün. Print interfeysindəndirsə, sən nə edə? Gəlirəm verilən elementi deyirəm ki, yəni printerdən gələn elementi sən götür, konvert elə. Burada indi tip çevrilməsi eləməyim lazımdır. Doc tipinə konvert elə. Bu tip çevrilməsinin açıq üsuludur da. Yəni obyekti doc tipinə konvert elə, bu tipə konvert elə və onun içində olan nəyi çağır mənə? Get metod. Yazıram bura, nədir? Get text'i çağır. Okay. Və buradan da belə bir şey deyə, bu arada onda bunu belə qoyduqsa, bu print olduğunu bildirək də bunu. Bunu belə eləyək. Sound Pilos print bu print oldu. Müəllim, indi burada boş interfeysində mənası var idi ki, onu mən başa Interface. düşmədim. Budur. Bu mənası var. Bu mənası. Sən Yəni onu yazmasaq nə olacaq ki, müəllim? Tutaq ki, yazdım doc tipindən gəlsə, doc-a konvert edəm, misal üçün. doc tipindən həmişə gələcəyinə qaranti verirsən. İndi düzdür, başqa tiplər də ola bilər müəllim. Prosta ki, onda mən gərək hər klass yaradanda printora şey eləyim, axı implementasiya edeyim. Lazım. Məqsəd budur da. Əgər sən print oluna biləcək data yaradırsan, bir dokument yaradırsansa, dokument tip yaradırsansa, sən onu print tipindən qoymağa məcbursan. Səni məcbur edir. Daha doğrusu məcbursan yox, səni məcbur edir ki, get bunu print tipindən qoy. Başa düşdünmü? Bunun zaten belə bir istifadənin ortaya çıxması səbəbi budur. Yəni bir problem var. Sən bilmirsən həmişə bu print oluna bilən datadır. Okeymi? Ona görə nə edirsən? Bəlli bir kontrol qoyursan yuxarı. Buna da deyirlər marker interface. Şeydə soruşulur bu. İntervyu suallarından biridir. Nədir marker interface? Marker interfacelər budur. Heç bir gövdəsi olmuyor. Sadəcə JVM-ə bəlli bir məna, belə deyim də, bəlli bir informasiya xarakterli, bəlli bir məlumat verən interface tipinə deyirlər. Okeymi? Əsas məqsəd də nədir? Instance of vasitəsilə həmən gələn tipin instansı yoxlanılır. Ki, ümid edirəm burada rekord gedir. Rekord gedir sizdə uşaqlar. Bəli, müəllim, bəli. İnstansı yoxlanılır. Əgər instans verdiyimiz tipə uyğundursa, nə edir? Onun üzərində əməliyyatlar aparırıq. Necə ki biz dedik ki, əgər gələn informasiya print tipindədirsə, get nə? İndi biz burada south print dedik, amma normalda nə deyə bilərik? Get onu printerə göndər. Misal üçün. Belə bir şey deyə bilərdik biz bunu. Aydındırmı?
Okey. Və yaxud da printerin driverini açardıq, printerin üzərində əməliyyat aparardıq. Əgər bunu yaza bilməsə, belə bir mexanizm qura bilməsə biz nə edəcəkdik? Avtomatik olaraq gedəcəkdik runtime error alacaqdıq. Çünki nəyə görə? Bu compile time error deyil ya, runtime error alacaqdıq. Niyə runtime error? Buradan bir obyekt gələcəkdi. Obyektdə bütün data tipləri qəbul edir. Deməli compile time-dan bu keçəcəkdi. Düzdürmü? Amma sabahları biri oradan Figma faylı göndərəcəkdi. Misal deyirəm ha. Figma faylı çap oluna bilən fayl deyil və yaxud da Java faylı göndərəcəkdi. Java faylı çap oluna bilən fayl deyil. Amma məsəl üçün doc faylı çap oluna bilən fayldır. Nə bilim PDF fayl çap olunan fayldır. Aydındırmı? Başa düşdün? Belə bir mexanizmi, yəni sən əgər belə bir mexanizmlə işləyirsənsə, nə edirsən? Deyirsən ki, mənim bir yuxarıda marker interfeysim var. Bu marker interfeys bu xüsusiyyətlərə malikdir. Əsas məqsəd nədir? Deməli, runtime zamanı JVM-ə mesaj vermək, məlumat vermək, başqa heç nə. Aydındır? Amma bunu intervyuda elə böyüdüb belə deyim də soruşurlar ki, haqlıdırlar. Bu bir problemdən ortaya çıxır da. Printeri açma yazıram, açma. Okey. İndi burada başqa iş də görə bilərik də biz. Amma bunu gəlib intervyuda soruşurlar sən ki, hə bu nə deməkdir? Nə üçün istifadə olunur? Niyə belə bir şey var? Niyə belə bir şeyə ehtiyac var? Aydındır? Sual varmı nəsə? İndi gəlin belə eləyək. Bunu main-i qoyduq. Deməli, indi keçək buradan. Bunun main-i buradadır. Ardıcıllığı qorumaq üçün belə bir şey eləyək. Keçək indi bunun içərisində. Bu statiklə qoymuşam bunu. İndi belə bir şey eləyək. Main-in içində gələk bir dənə dəyişən təyin eləyək. İlk olaraq belə deyim də dokument tipində təyin eləyək dəyişənimizi. Deməli, bizim olsun dokumentimiz doc tipində bir dənə dəyişənim var. Bərabərdir new doc. Və içərisinə də nə deyirəm? Tutaq ki, işçi müqaviləsi. Bu content indi dəyişə bilər də. Nə bilim, databazadan gələ bilər bu content. Bu content ola bilər hansısa bir PDF-dən oxuna bilər. Aydındırmı? Okay. Bunu belə eləyək, gəlin. Main bunu public eləmirəm. Static eləmirəm, public eləyirəm. Elə qoy bu public formada qalsın. Burada elə obyekt yaradaq. Çünki normalda belə olmalıdır bu arada. Adətən printerlə bağlıdırsa. Burada refaktor kod yox. Şey necə dəyişəcək burada adını? Nərdəydi bu? Refaktordan Faktordan gedir. refaktor yuxarıda. Rename. Bunun adını qoyaq printer. Printer qoyaq bunun adını. Bunun da adını printer deyək. Printer. Niyə bunu dedim? İndi deyəcəm. Deməli, printerin print metodu var. İçərisində bu funksiyonallıq var. Bir dənə main metodu var. Yəni printer işə düşəndə main metodunu işə salacaq. Dokumenti gətirib oxuyacaq, yaradacaq. Dokumenti gətirib oxuyub yaradacaq.